Mən Cəmil müəllim, Nəsib müəllim kimi tarixçidən və Əli müəllim kimi filosofdan sonra əlbəttə ki, çıxışlarına çox çətin. Bunca Məmməd Əmin Rəsulzadə barədə sadəcə bir hüquqşünas kimi hüququ qiyməti hüquqşünas kimi mən Məmməd Əmini necə görürəm. Mən indi bəyə soruşdum Şahmərəd bəydən ki, Xaliq bəy yoxdur, ona Bahadır. Mən səhv edərəm, təxminən bir 10-12 il bundan qabaq təsəvvürən bir dost mənə bir ağ, sadə şəkildə çap olmuş broşura verdi. O panturanizmi, problemi Kafkaz, Rus dilindəydi. Bəli, Parisdə çıxmış. Mən burada oxumadığımda, yəni bilirsiniz ki, orta məktəbi də Gürcüstanda, ona 20 yaşımda Rusiyada, Azərbaycanda oxumamışam, mən ümumiyyətlə anlayışım olmuyor. Mən sizə səmimi deyirəm. Mən onu bir həvəslə oxudum. Onu indi oxuyanlar varsa da bilirlər. O, elə bilin ki, 30-cu ildə Parisdə çap olunmuş yığma əsərlərin 3 əsərini burada Rus dilində çap var. Özdən maraqlı odur ki, 30-cu ildə Parisdə bu 3 əsərini O rəbstə Rəsi, Dokladi problemi Kafkaza, bir də Ni navoz, ni material. Səhv etməsi, bu 3 adıydı o əsərlər. Onun redaktoru kim olsa yaxşıdır. Azərbaycanlı olmuş. Jordaniya. 18-21-ci illər Gürcüstanda hökumət başçısı oldu. Giriş sözü də yazır. Gözəl bir giriş sözü yazır. Mən onu oxuyandan sonra mən Xaliq bəyi tapdım. Tapdım, mən xahiş elədim ki, Xaliq bəy, mən 96-cı ildə ondan biraz sonraydı. 96-cı ildə mən 3 ay Budapeştdə hüquqla bağlı oxudum və çox böyük alimlər gördüm. Həqiqətən, dünyanın bütün aparıcı alimləri, Amerikadan, İngiltərədən, Polşadan rəhmətli Marek Noviçki var idi, böyük şəxsiyyət idi. Bunları dinləmişdim və birinci dəfə elə bilin ki, onların fikrində belə gəlirdi ki, fərdin azadlığı, insan haqları ideyası sanki məndə belə fikir yaranmışdı ki, bu Amerika alimlərinin, hüquqşünaslarının fikrindən gələn bir şeydir. Mən o kitabı oxuyandan sonra gördüm ki, fərdin azadlığı, şəxsin ləyaqət məsələsi, bu hamısı Məmməd Əminin əsərində olur. Elçin bilməyən burada da Elçin qədirdir. Mən ondan da xahiş eləmişdim ki, Elçin bəy. Mən çox heyflənirəm ki, həm yaşım olmuşdur, həm mən praktiki işçiyəm, yəni mən gecə-gündüz vəkil yerim, ora-bura qaçıram. Gənc istedadlı hüquqşünaslar görsəz, onlara məsləhət bilin ki, onlar Məmməd Əminin insan haqları ilə bağlı hüquqşünas kimi yazdığı bir yazını haqqında bir elmi müdafiə eləsinlər və əminəm ki, gözəl bir əsər olar. Məmməd Əminlə bağlı mənim ikinci qeydim nədir? Onunla bağlıdır ki, bayaqların hörmətli Nəsib müəllim dedi, Məmməd Əmin dövründə kabinetin üzvü olmuş şəxslər. Mən hüquqşünas olduğuma görə hər şeyi praktiki müqayisə ilə göstərmək istəyirəm. Siz fikir verin, Məmməd Əmin dövründə kimlər Məmməd Əmin hökumətində üzvlərdir? Yəni o hökumətin, Fətəl xan Xoyski. Burada mübahisə də düşürdü ki, Əhməd Ağoğlu böyükdür, Hüseynzadə böyükdür. Fətəl xan Xoyski böyükdür, ya Topçubaşa böyükdür. Yəni bu qədər dahilərin içində Məmməd Əmindir. Və onların bu hökuməti qurmağa birləşdirən Məmməd Əmindir. Mən əminəm ki, heç vaxt tək güclü fərd tarixə fikir versək, filan tarixdə bu güclü şəxs var. Mən onun gücünü yox, bunu onun zəifliyində görürəm, yaxud qəddarlığında görürəm ki, o böyründə olanların hamısını məhv edibdir, özü güclü qalmaq üçün. Məmməd Əmin isə əksinə, yəni bütün güclülərlə birləşib ümumi məsələni, ümumi problemi həll etməyə. İkinci məqam budur və üçüncü məqam Məmməd Əminin gücü onda görürəm ki, bugünkü Azərbaycan hakimiyyəti bilirsiniz ki, bütün varlığımla Məmməd Əminin mənim də bəyənmədiyim və daimi tənqid etdiyim axırıcı hakimiyyətinin bir illik dövründə Məmməd Əmin Rəsulzadə səbtiyim Məmməd Əmin Rəsulzadə ideyasını 20 ildir məhv etmək istəyirlər.
Amma alınmır. Bax, burada yarışanlar hamısı onun yaşamasıdır. Məmməd Əminin böyüklüyü. Və onun ən böyüklüyü odur ki, bu hökumətin, üzr istəyirəm, kömək edin, rus dilində yastreb deyirlər. Qırğısı. Yəni, hər yerdə hər şeyi məhv etməyə hazır olan ideoloqu Əli Həsənov. Yadınızdadırsa da... Əgər Əli Həsənovdansa, onun qırğı kimi quzğun kimi deyil. Yadınızdadırsa da Eurovision ərəfəsi, mən onda dünya mətbuatını izləyirdim ki, Azərbaycanla bağlı olan tənqidi fikirlər və Azərbaycan hakimiyyətinin onda reaksiyası. Əli Həsənov Məmməd Əmin Rəsulzadə və Azərbaycan Demokrat Respublikasının əlində bayraq edib xaricilərə cavab verirdi. Biz ilk demokrat cumhuriyyət qurmuşuq, bilməyəm, Əli Həsənov bəyanatlarını oxuyan var. Biz ilk dəfə hələ Avropada olmayanda xanımlara seçilmə hüququ vermişik. Yəni onun gücü onda oldu ki, buna nifrət edən adamlar da onu etiraf etməyə məcbur oldular. Mən əminəm ki, Əli Həsənov yalnız ölüm dirim məsələsində bunu seçərdi. Ona görə bir daha vəziyyətlər, bir də üzr istəyəm bir şey dedim, deyəcəm, deyəsiz yenə prokuror kimi tənqid edirsən. Mən müxalif partiya liderlərindən, orada olanlardan xahişim nədir? Sizin çoxlu savadlı gəncləriniz var. Yaxud da ki, deyək, indi bilməyəm, lidatçılardan, ya realçılardan var mı? O gənclərə bir tapşırıq verir. Bununla bağlı epizodik yox. Məsələn, yığışdıq Məmməd Əminlə bağlı dedik. O gənclər, məsələn, Natiq Adilov. Mən əminəm ki, o kimin erməni, yaxud kimin harada nəyə qulluq eləməsini o qədər gücü Məmməd Əminə verir. Araşdırsan, qəşəng araşdırıcısın. Cəmiyyətimiz üçün daha böyük faydası olar. Və sizlər xahiş edirəm. Baş yekində bir şey deyil. Mən bilirsiniz ki, Ziyalılar Forumundan gələndən sonra özümə söz vermişdim ki, bir daha heç bir təşkilat haqqında mən fikir yürütməyəcəm. Yəni bu siyasi təşkilat haqqında kənarda durmaq üçün. Amma sonra Milli Şura ilə bağlı tərəf tutdum. Və bugün məmnuniyyət hissi ilə deyirəm ki, mən bu tərəf tutduğuma görə heç və peşman deyirəm, əksinə Milli Şura işində uğraram.